Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, 28 sentyabr tarixində 2025-ci il hədəfin buraxılış sınağı imtahanı olubdu 11-ci siniflər üçün. İngilis dilindən onların demək sınağının izahına baxacağıq. Qeyd edim ki, uşaqlar, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm reading, listening, writing bacarıqları üzrə hazırlığımız var, həm də 5 bacarığın 5 üzrə hazırlıqlarımız mövcuddur, müraciət edə bilərsiniz. İndi isə keçək suallarımıza. Listeningin birinci sualından başlayaq. Mətn nə haqqındadır? Sonda baxacaq, bilirsiniz. Deyir, Avropada məktəb qiymətləri, məktəb xərcləri, ucuz qiymətə necə textbooklar, yəni mətn kitabları almaq olar. C variantda deyir, məktəb formalarının faydaları, məktəb uniformalarının əhəmiyyəti, müxtəlif təhsil sistemləri. Keçdik 2-də. Families in Europe pay more and more. Burada doğrunu istəyir. Deyir ki, Avropada ailələr daha çox məktəb üçün pulu ödəyirlər, xərc çəkirlər. Inflation grows faster than the costs. Sonra in Spain books account for less than 70% of the total. Ümumilikdə 70%-dən daha az tutur. Deməli, kitab hesabları belə deyək, İspaniyada new editions, yeni nəşrlər situasiyanı daha asanlaşdırır. Alman ailələri daha aşağı qiymətlə üzləşirlər. Are the biggest part of increase in the UK? Artımın ən böyük hissəsidir. How much do French families spend yearly? İllik olaraq Fransız ailələri nə qədər ödəyirlər? 5-də. İndi UK cost, demək nə idi? UK Birləşmiş Krallıqda xərclər 2600 eurodan çoxdur və onlar nə edir? Bir də prices sözünü ifadə edən sifət. Okay, vururam. Qulaq asaq görək nə deyəcək. Listen to the passage and answer questions. Families in Europe pay more and more for school, and in many countries the costs grow faster than inflation. The costs grow faster than inflation. Amma burada tərsinə verib. Inflation grows faster than cost. Ona görə B səhvdir. Textbooks are usually the most expensive part. In Spain, books account for more than 70% of the More than 70%. Amma less than yazıb. Yəni C də səhvdir. total. And in Italy, parents must buy new editions, which makes the situation harder. Which makes the situation harder. Amma burada easier yazıb. Yəni D də səhvdir. German families face very high prices. Very high prices. Burada low yazıb. Yanlışdır. 6-da deməli sifətim nə olacaq? High. Around 3,600 euros a year, with school trips costing about 2,000 euros. In the UK, costs are over 2,600 euros, and they grew by 30% in 2 years. And they grew by 30% in 2 years. Okay. Yazacağım ki grow by 30% in 2 years. Okay. Meals and snacks are the biggest part of the increase. Meals and snacks are the biggest part of the increase. Yani 3'te C'dir. While uniforms are still expensive. France is different. Families there spend only 211 euros a year. 211 years a year. Only 211 euros a year. Yəni bunu yazdım, bitdi. Çünki illik nə qədər xərcləyir. Bir də mətn nə haqqındadır? Avropada məktəb xərcləri, elə ad üzdür. Çünki Avropa ölkələrindəki məktəb xərclərindən danışdı. Bu da belə. Keçdik indi readingimizə uşaqlar. Deməli, birinci cəlini oxuyaq. Edinburgh is the capital city of Scotland and one of the most beautiful cities in the United Kingdom. Deyir ki, Edinburgh Şotlandiyanın paytaxtıdır və deməli bu Birləşmiş Krallığın ən gözəl şəhərlərindən biridir. It is famous for its rich history, stunning architecture and cultural festivals. Deyir ki, o özünün zəngin tarixi,
gözəl arxitekturası, memarlığı və mədəni festivalları ilə məşhurdur. The city is divided into two main parts. Şəhər iki əsas hissəyə parçalanır, bölünür. The Old Town and the New Town. Deyir ki, köhnə şəhər və yeni şəhər. The Old Town is known for its medieval streets, historic buildings and Edinburgh Castle, which sits on a volcanic rock and offers a spectacular view of the city. Deyir ki, qədim şəhər, deməli, özünün orta əsr küçələri, tarixi binaları, Edinburgh qalası ilə deməli tanınır. Hansı ki, o da Edinburgh qalası da deyir vulkanik qayanın üzərində yerləşir və deməli çox gözəl, əsrarəngiz bir şəhərin mənzərəsindən təmin edir. Yəni bura baxanları belə deyək. Sonra ikinci paragraf. The new town built in the bir dəqiqə yaxınlaşdırım. Siz də rahat görün. Mən də rahat görüm. Bir dəqiqə. Deməli, nə deyir bizə burada? Okay. Məncə görün. The new town built in the 18th century is famous for its elegant Georgian architecture, wide streets and beautiful gardens. Deyir ki, yeni şəhər 18-ci əsrdə tikilib, hansı ki, özünün zərif Georgian, biz buna nə deyəcəyik? Georgian, Gürcüstan, yəqin də Gürcü deyir ki, deməli, memarlığı ilə bilinir, tanınır, geniş küçələri və gözəl bağları ilə. Edinburgh is also known as the festival city because it hosts many international events including the famous Edinburgh Festival Fringe, the world's largest art festival. Deyir ki, Edinburgh həmçinin festival şəhəri olaraq tanınır, çünki o bir çox beynəlxalq tədbirlərə deməli ev sahibliyi edir. O hansı ki, bunlara məşhur Edinburgh Festival Fringe daxildir ki, bu dünyanın ən böyük incəsənət festivalıdır. People from all over the world come to enjoy theater, music, comedy, dance performances during the summer. Deyir ki, yay ərzində bütün dünyadan olan insanlar teatr, musiqi, komedi və rəqs performanslarından həzz almaq üçün bura gəlirlər. Another interesting feature of Edinburgh is its literary and intellectual heritage. Deyir ki, Edinburgh'un digər maraqlı xüsusiyyəti isə onun deməli bədii və intellektual deməli irsidir. Heritage irs deməkdir. Legacy sözün sinonimidir. The city has inspired many famous writers including Sir Walter Scott and J.K. Rowling. Deyir ki, şəhər Sir Walter Scott və J.K. Rowling kimi məşhur yazarlara ilham vermişdir. Visitors can explore museums, libraries, historic landmarks that celebrate Scotland's culture and history. Deyir ki, turistlər deməli nə deyir? Şotlandiyanın mədəniyyətini və tarixini qeyd etmək üçün deməli muzey, kitabxana və tarixi deməli yerləri tədqiq edə bilərlər. Bilirlər. Edinburgh is also famous for its traditions and celebrations. Edinburgh həmçinin özünün ənənə və qeyd etmələri ilə məşhurdur. Hogmanay, the Scottish New Year, is celebrated with street parties, concerts and fireworks. Deyir ki, Şotland yeni ili olan Hogmanay deməli küçə partiləri ilə, konsertləri və atəşfəşanlığı ilə qeyd edilir. Atəşfəşanlıq ilə qeyd edilir. The city's streets are lively and full of energy during these events, attracting thousands of tourists every year. Deyir ki, şəhərin küçələri canlı olur və enerji ilə dolu olur bu tədbirlər ərzində. Və deyir ki, hər il minlərlə turisti cəlb edir. In conclusion, nəticədə Edinburgh is a city where history, culture and modern life blend together beautifully. Deyir ki, nəticədə sonda Edinburgh deyir ki, tarix, mədəniyyət, müasir həyatın birləşdiyi, gözəl şəkildə bir araya toplaşdığı bir şəhərdir. It's stunning architecture, famous festivals, rich heritage make it a must-visit destination for anyone interested in exploring Scottish culture and history. Deyir ki, onun gözəl, cəlbedici memarlığı, məşhur festivalları və zəngin irsi
onu deməli istənilən şəxs üçün Şotland mədəniyyətini və tarixini tədqiq etmək üçün gedilməli olan bir yer edir. Yaxşı, indi mətn nə haqqındadır? Uşaqlar bir-bir daha göstərməyəcəm, çünki mətni oxuyub tərcümə etdik. The rural areas near Şotlandiyanın yaxınlığındakı kənd ərazisi deyil, axı şəhər ərazisidir. Şəhərdən söhbət gedir. A marvelous capital city in the US. Amerika Birləşmiş Ştatlarındakı möhtəşəm paytaxt şəhər. Problem oradadır ki, bu Amerikada deyil, axı Birləşmiş Krallıqdadır. Yəni götürmürəm. B də səhvdir. C-də deyir comparing Edinburgh with other UK cities. Deyir ki, Edinburghun digər Birləşmiş Krallıq şəhərlərinə müqayisə edilməsi. Başqa heç bir şəhər adı seçməyib, baxın necə müqayisə etsin. Industrial growth in Edinburgh. Deyir ki, Edinburghdakı deməli sənaye inkişafı. Y-də deyir historical and cultural significance of Scotland's capital city. Təbii ki, Y variantı düzdür. Şotlandiyanın paytaxt şəhərinin tarixi və mədəni əhəmiyyəti. Bəli, hansı ki, tarixi əhəmiyyəti deyəndə şəhərin iki hissəyə parçalanması, deməli nə zaman yaranması, bunlardan danışdı. Mədəni əhəmiyyətində festivalları ilə, deməli tədbirləri ilə göstərdi. 8-ci sualda which statements are true? Hansılar doğrudur? Edinburgh does not have any festivals. Edinburghda deyir heç bir festival yoxdur, yanlışdır. Oxuduq axı var idi festival. A getdi, D getdi. As it holds a lot of international art festivals, it's often called festival city. İki düzdür. Deyir ki, bir çox beynəlxalq incəsənət festivallarını özünə qatdığı üçün, keçirdiyi üçün o tez-tez festival şəhəri adlanır. Düzdür. Both parts of the city are famous for its historical buildings, magnificent gardens. Deyir ki, şəhərin hər iki hissəsi məşhur tarixi binaları və möhtəşəm bağları ilə məşhurdur. Yanlışdır, çünki sadəcə bunu deməli bağları ilə məşhur olması, gözəl bağları ilə məşhur olmasını yeni şəhərə qeyd elədi. Qədim şəhər isə özünün tarixi binaları ilə məşhur idi. Yəni 3 səhvdir. A lot of prominent writers were inspired by the city. Deyir ki, bir çox görkəmli yazarlar ilham alıbdı bu şəhərdən. Bəli, oxumuşduq. Onlardan ikisində J.K. Rowling, bir də Scott var idi. Nə idi yadımdan çıxdı. İki yazarın da adını çəkmişdi. Yəni bu yazarlar kimi bir çox yazarlar ilham alıb. 2 və 4 cavabı C. 9-da false yanlış istəyir. Deyir ki, The Old Town, qədim şəhər, özünün müasir memarlığı ilə tanınır. Qədim şəhər müasir memarlığı ilə tanınmaz. Historic buildings yazıbdım. Necə müasir bir şeylə tanınsın ki? Müasir memarlıq yeni şəhərdə idi. B-də deyir ki, küçə qeyd etmələri məşhurdur Hogmanay ərzində. Bəli, B variantı düzdür, götürməyəcəm. Səhvi istəyirdi axı, düzdür. Səhvi istəyirsə elə cavab variantıdır. D-də deyir Edinburgh tarix və müasir həyatın qarışımıdır. Düzdür, çünki ən sonuncu hissədə oxumuşduq biz bunu. Müasir arxitektura, müasir memarlıq, deməli tarixi binalar, bunların hamısının qarışımıdır. Deyir illik olaraq minlərlə turist cəlb olunur bura, düzdür. Y-də deyir ki, insanlar festivallarda iştirak edir Edinburghda. Performanslardan, musiqi, teatr, rəqsdə olan performanslardan həzz almaq üçün. Bunu da oxumuşuq, düzdür. Yanlış olan variant A variantı idi. Və keçirik. 10-cu sual. The city is mainly an industrial center with no cultural events. Heç bir mədəni tədbir olmadan şəhər əsas olaraq deməli sənaye mərkəzidir. Yanlışdır. Çünki mədəni tədbirləri çox idi. Festivalları ilə məşhur idi axı. Bir səhvdir, götürməyəcəm. Onda çıxdı da bunlar. 200% düzdür. Deyir ki, large summer performances, böyük yay performansları keçirir, ev sahibliyi edir. Düzdür. Yayda dedik ki, çoxlu turistlər gəlirlər sırf bu performanslar üçün. Üstdə deyir ki, küçələr enerji ilə dolu olur festivallar ərzində. Bəli, bunu da oxumuşduq. Bu da doğruydu. 4-də deyir famous only for its beach. Yalnız çimərlikləri ilə məşhurdur. Çimərlik adı çəkməyib mənə. Ona görə 2-3 cavab olur A variantı. Bu hissələri təzədən görmək istəsəz, mətni oxuyub tərcümə etdiyim hissədə qeyd eləmişəm uşaqlar. Ya da mətni oxuyub tərcümə edəndə diqqətli şəkildə qulaq asmısınızsa, rahat şəkildə niyə variantların doğru ya da yanlış olduğunu məncə anlayarsınız. Bu arada qeyd edim ki, videonu bəyənsəz like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və videonu maksimum şəkildə paylaşmağı unutmayın. Bəyənməsəz də izləməyin tövsiyəm.
Write at least 3 sentences. En az 3 cümle yazacağım. Essede, okey bu. Deyir, which city would you like to visit and why? Deyir ki, siz hansı şəhərə getmək istərdiniz, ziyarət etmək istərdiniz və niyə? Uşaqlar, baxın, mətni tərcümə eləməyimin səbəblərindən biri də budur. Bəzən elə bir şey ola bilər ki, sən yaza bilməzsən. Başa düşdün? Yəni ağlıma bir şey gəlməz 3 cümlə yazmaq üçün. Təbii ki, bu şəhər soruşduğu üçün rahatdır əslində. Hansı şəhər istəsən, yəni çəkərsən, adını yazarsan. Çəkə bilməsən, yaza bilməsən belə, yəni mətni oxumusan, artıq məlumatın var. Edinburgh haqqında da məsələn yaza bilərsən. Okay. Mən məsələn yazmaq istəyirəm ki, I would like to visit Şuşa. Şuşaya ziyarət etmək istərdim. Because it is a historical city. Deyirəm ki, Şuşaya getmək istərdim, çünki o tarixi bir şəhərdir. Nə deyə bilərəm? Deyirəm ki, məsələn, mən həmişə Şuşa ilə bağlı olan məlumatlarla ya da mən həmişə Şuşa ilə maraqlanmışam. Çünki məsələn, nə deyə bilərəm? Orada cıdır düzünü görmək istəyirəm və yaxud da xarı bülbül görmək istəyirəm. Çox şey deyə bilərik də, düzdürmü? Yaxşı. Deyirəm ki, I am always interested in Şuşa. Since my childhood. Uşaqlığımdan bəri Şuşa ilə maraqlanmışam. Nöqtəni qoyuram. Davamını gətirirəm. Deyirəm ki, məsələn, nə yazım? Yazıram ki, I want to visit ya da ki, I want to go to nə olsun? Nəyi yazaq məsələn? Şuşada nə var uşaqlar? Yadımdan çıxdı. Məsələn, go to sightseeing. Sightseeing. Dondu. Aha, ay getdi. Bax hələ indi bunu. Bunun davamını yazıram bura nəysə. Sightseeing sonunda ayıncı olacaq. Sightseeing in Şuşa. Okay. Bu da bizim oldu 3 cümləmiz. Düzdürmü? 1, 2, 3 dənə cümlə yazmışam. Bağlayıcı vasitədən istifadə etmişəm. Tam bal verəcək. 12-ci sual. Complete the sentence according to the passage by changing at least 2 words. Ən azı 2 sözü əvəz eləyəcəm sinonimlə. Okay. The new town which was built in the 18th century is hardadır bu? Baxın buradadır. 2-ci paragrafın 1-ci cümləsi is famous for its elegant Georgian architecture, wide streets and beautiful gardens. Tamam, izdən sonra köçürürəm axı. Yaza bilən famous-in yerinə yazarım it's popular. To be popular with-lə işlənir adətən. With its elegant-in yerinə graceful yazarsınız. Graceful. Georgian architecture olduğu kimi qalacaq. Architecture. Wide street. Wide'in yerinə large yazarsınız. Streets. And beautiful'un yerinə nice yazarsınız və yaxud da ki, burada öyrəndiyimiz stunning. Gardens. Gardens. Bir də uşaqlar, məşhur sözü çoxdur. Famous da yazarsınız, popular da yazarsınız. Qoy bunu əlavə edeyim. Popular da yazarsınız. Sonra well known da yazarsınız. Well known. Başqa nə yaza bilərsiniz? Yazarsınız renowned. Renowned yaza bilərsiniz. Sonra bir dəqiqə yadıma salım. Məşhur sözlərindən well known, popular, renowned, notable. Bu sözlərin hər hansı birini yaza bilərsiniz. Keçdik. Bu neçənci sualımız idi? Bizim 12-ci sualımız idi. Bir dəqiqə gözləyin. 12-ci sual burada.
Yazdım bunu bura. Qocam nə qədər söz dəyişmişəm. Biraz tıqqılladım bunu. Aha. Demək bir söz, 2, sonra 3, 4. 4 dənə söz. Bu arada siz açıq suallara nə yazmısınızsa variantlarda qeyd eləyərsiniz. Səhv ya da düz olduğu ilə bağlı şərhlər bölməsində qeyd eləyərəm. Xüsusilə də 3 cümləni yazarsınız, baxarım. Deyir ki, write the word from the paragraph 1. Birinci paragrafdan istəyir. Which best fits the definition. Ən uyğun olan, definition'a uyğun olan sözü tap birinci paragrafdan. Deyir ki, the most important town or city of the country or region where the government operates from. Deyir ki, dövlətin idarə etdiyi, deməli, region, daha doğrusu, belə deyək, ən vacib şəhər, ölkənin və yaxud da regionun ən vacib şəhəri haradakı dövlət idarə edir. Biz buna nə deyirik? Təbii ki, deyirik ki, capital city, yəni paytaxt. The capital yazacağam. Yazıram the capital. Sadəcə capital-da yazsaz düzdür, ya da capital-da yazsaz düzdür. Capital paytaxt şəhər deməkdir. Capital city. Yaxşı, keçdik. Contemporary, müasir deməkdir. Close meaning, sinonimini istəyir. Paragraf 5-dən. 5-ci paragrafda müasir sözünün sinonimi modern ola bilər, əgər varsa. Bu da modern. Yazırsınız bunu. Bu da bunun cavabı. Keçdik növbəti 15-ci sual, artıq grammar suallarına keçmişik. River Thames, Thames çayı, çaylar D artıqından işlənir. C-də getdi. London şəhərdir, boşluq olacaq. A getdi. Capital city, the capital city, paytaxt şəhər sözü yadda saxlayın. Capital sözü adətən D artıqından işlənir. Digər tərəfdə North Sea, şimal dənizi, dəniz adları uşaqlar artiklsız olur. Dəniz adları D artıqından olur. Su hövzəsidir çünki. Boşluq yazanmaram. Cavab olur Y bəndi. Keçdik növbəti sualımız, yəni 16-cı sualda. Biraz yaxınlaşdırım. 16-cı sualda new co-workers, gəlibdir demək burada. Cəm isimli, isim gəlibdir. İsim gəlibsə hers olmaz. İsim əvəzlidir. İsim əvəzindən sonra isim gəlmir. He də adlı xalda, adlı xaldan sonra da isim gəlmir. Enjoy əsas feil gəlib və cümlənin əvvəlidir. Özündən sonra əsas feil gəlib, cümlənin əvvəlindədirsə adlı xal yazmalıyam. Digər tərəfdə with sözündür. Sözündən sonra obyekt hal gəlir. They adlı xalda çıxıram, them cavab C. 17. Toy oyuncaq isimdir. Mine olmaz. I olmaz. Hers olmaz. Çünki adlı xal və isim əvəzləşlərindən sonra isim gəlmir. Keçdik, not gəlib. Not gəlibsə it is yazmalısan ya da they are yaza bilərsən. Bu birisi tərəfdə box, qutu ismi gəlib axı, düzdür? Hersdən sonra isim gəlmir. Hers özü isim əvəzlidir, yəni müstəqil formadır. Amma it's-dən sonra isim gələ bilir. Cavab B bəndi. Deyir ki, sən mənim oyuncağımı görmüsənmi? It is not in its box. Deyir ki, o qutusunda deyil. 18-ci sualda soft drinks contain two. Two-dan sonra article gəlmir. A-nı çıxıram. Sugar qənd sayılmır. Sayılmayan isimdən many ya da few işlənmir. So children should drink only. Burada only var uşaqlar. Yazdı düşüb üstünə amma görünür də. Onlydən sonra ya a little ya a few ya da some işlənir. Yəni a lot of gəlməyəcəyinə görə B bəndi a little. Keçdik 19. Choose a correct sentence with noun in the positive case. Yel çalda olan ismin olduğu cümləni istəyir. The meat is chow. It apostrophe s, it is'di, yel çal deyil. Yəni mən biri çıxıram. Düzdürmü? Çıxdım. Bu birisi tərəfdə deyir ki, Fidan's coffee. Don't put any milk to Fidan's coffee. Fidanın qəfəsinə heç süd qoyma. 2 düzdür. Üstdə what apostrophe s, what is'di. Yel çal deyil. 3'ü də çıxmalıyam. 2, 4. 4 düzdür. The earth's surface. The earth, the sun, the moon, the world. Bunlar yalnız apostrofesindən üzər. Yer kürəsinin səthi. Yel çal düzdür. Cümləmdə xəbəri becomes-dır. Apostrofesindən sonra burada article gəlib. Bu yel çal deyil. D bəndi olmuşdu. 20-də uncountable nouns, sayılmayan isimlər istəyir. Sayılmayan isimləri istəyir. Shelf, rəf sayılır. Fireman, mən varsa onsuz da sayılır. Song mahnı sayılır. Contest yarış sayılır. Dictionary lüğət sayılır. Cottage yay evi sayılır. Idea ideya sayılır. Daha sonra bu D variantı düzdür, sayılmayan da hamısı. Y-də bottle, butulka, bank, window, pəncərə, kettle, malqara, bunlar hamısı sayılır. Information, məlumat, peace, sülh, ink, mürəkkəb, ice, buz sayılmır bunlar. 21-də cəm ismi istəyir. Soldiers, əsgərlər cəmdir. Trousers, şalvarlar cəmdir. Quz, qaz, təkdədir. Giz olmalıdır. News, xəbər, sonu S-lə bitir, sayılmır, tək isimdir.
Həmişə təkdir. 1 və 2 cavabı ol, Y bəndi. Keçdik. Incorrect, yanlış istəyir məndən. A piece of music deyə bilirəm. A piece of cake deyə bilirəm. A piece of chocolate, a piece of information. Amma a piece of peace olmur. Bax, bir parça musiqi, bir parça kek, bir parça şokolad, bir parça məlumat olur. Biraz məlumat. Amma peace, sülh bir parça ilə ifadə oluna bilməz. Ona görə C bəndi. Yanlış istəyir axı. Sonra compound nouns, mürəkkəb isimləri istəyir. Hood sufiksi var, düzəltmədir. Götürmürəm. Gardener, bağban, er sufiksi var, düzəltmədir. Danger, təhlükə, sadə isimdir. Getdi. Injustice, ədalətsiz, in prefix var, ədalətsizlik. In prefix var, düzəltmədir. Amusement-də ment sufiksi var, düzəltmədir. Cavab Y bəndi. Painstaking, watermelon, framework. 24-də genitive case, yəni yenə yelçal istəyir. Həcər insan adı apostrof S olmalı idi. Tək apostrof verib səhvdir. Woman S qəbul etməz. Kökdən dəyişən isimlər yalnız apostrof S ilə düzəlir. B səhvdir. Soyadın qarşısında D artiklı varsa o cəmlənir, yelçal apostrofla verilir. Elə də verib party ismi gəlib, cümlənin xəbərdə felt hiss etmək. C düzdür. FU-dan sonra cəm isim gəlir, amma A və saat sözü təkdə veribdir. S artırıb cəmləyib, sonra apostrof verəcəkdir. Today, yesterday, tomorrow yalnız apostrof S ilə düzəlir. Y səhvdir, cavab C idi. 25-də harmless, zərərsiz. Sifət cəb. Tək başına sifət cəbsə it, apostrof S, yəni itiz olmalıdır uşaqlar. A-nı çıxarsan, C-ni çıxarsan, Y-ni çıxarsan. Bu birisi tərəfdə uses, istifadə etmək. Əsas feil gəlib və cümlənin əvvəlində adlı xal yazacağam. It is uses olması üçün onsuz da xəbərim var. Use. It uses. Strange, güc, qüvvət ismi gəlib. İsim gəlibsə də sifət əvəzliyi yazasan. Birbaşa isim gəlibsə bitişik its sifət əvəzliyi. O da olur D bəndi. 26-da there is ilə başlayan cümlədə biz bilirik ki, en artiklı işlətməliyik ismin qarşısında sayılan tək ismi. B, C, Y, C, A, B, C getdi. In the field, sahədə. Demişdik, there is ilə başlayan, there are ilə başlayan cümlələrdə sayılan tək ismin qarşısında en artiklı işlənir. Yer zərfliyinin qarşısına in, on, at sözünlərindən verilmiş yer zərfliyi isə D artiklından verilir. Ona görə D bəndi. Teacher, müəllim sözü sayılan tək isimdir. İsimdirsə theirs, ours olmur. İsim əvəzindən sonra isim gəlməz. D adlı xaldan sonra isim gəlməz. Told, feildən sonra obyekt hal gəlib, okay. Sonra that, started, əsas feil gəlibdir. Bax, bağlayıcıdan sonra boşluq verib, sonra əsas feil gətiribsə, yəni xəbər gətiribsə, sən adlı xal yazırsan. Obyekt haldan sonra xəbər gəlmir. Ona görə Y getdi. She started to live by herself. Görürsünüz, mübtəda ilə qayıdış əvəzliyi uzlaşır. Amma them ilə itself-i uyğunlaşdıramazsan. Ona görə A bəndi. Müəllim bizə dedi ki, o artıq 25 yaşında tək başına yaşamağa başlayıb ya da. Keçdik növbəti sualımız 28-ci sualımızda ants sıra dağdı. Sonra S-ilə bitir. D artiklı yazasan. C, D getdi. Large wall divar sayılan tək isimdir. Qarşısında təsvir edici sifət var. Mütləq yeni artiklı olmalıdır. Onda B getdi. Pacific Ocean, sakit okean. Okeandır, D artiklından işlənəcək. Boşluq olmaz. Continent and the continent deyəcəm. Çünki sayılan tək isimdə artikl istəyir. Zaten and continent olmaz. Çünki continent qitə sözü sayılan samit səslə başlayır. And yox, E artiklı yaza bilərdik maksimum olsa. Nəsə, cavabımız oldu A bəndi. Keçdik 29-da. My niece wanted a snack for. Mənim mübtədam my niece, mənim bacımın qızı. Qadın cinsində olandısa, isimcə. Qayıdış əvəzliyi olur herself. Çünki qadın cinsində tək isimdir. Cavab C. 30-da. Metod ismi gəlibdir. Okay. These-dən sonra cəm isim gəlir. Teacher təkdir, asəfdir. That-dən sonra tək gəlir. Teacher təkdədir, amma apostrof S olmalıdır tək isimdə. B getdi. This təklə işlənir, teachers cəmdir, C getdi. Those cəmlə işlənir, teachers cəmdir. Cəm ismi yelçal, yalnız apostrofla düzəlir. Apostrof S olmaz. This təklə işlənir, teacher təkdə, apostrof S verib. Y düzdür. Belə, sınavımızın izahı bu qədər idi. Əgər videonu bəyəndinizsə like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın.